Gəlir Həzrəti Əli əleyhissalam deyir ki, səni sevirəm, mən sənin aşiqinəm. Əli əleyhissalam deyir ki, yalan deyirsən. Çünki mən qəlbimə baxdım, gördüm sən yoxsan orada. Yoxsan sən o həqiqəti əks etdirən, o monitorda, o güzgüdə. Bir arif var idi, cəmaat gəlirdi yanına, müxtəlif istəklər üçün. Deyir ki, adam gələn kimi deyir, buna yemək verin. Heç o danışmamış. Buna məsələn 1000 dinar verin. Buna bir dənə xələt verin, buna nə verin. Onlar deyir, daha hardan bilirsən, mən danışmamışıq, heç də deməmişik. Deyir, mən qəlbimə baxıram, qəlbimdə güzgü var, göstərir. Baxıram, görürəm ki, məsələn, 1000 dirhəm gəlir. Bu adam 1000 dirhəmdir mənim ürəyimdə, bunun həqiqəti budur. O birisi bir dənə ləziz yeməkdir. Yəni biz elə bilirik ki, bu xüsusi bir, nəsə bir, necə demək, qeyri-adi bir şeylərdir. Bu insanın xüsusiyyətidir. İnsan içində bunu görür, içində bu hal var. Bu nağıl deyil. Adam belə olar. Adam bunu bacarar, bacarmalıdır. O qədər ki, biz bilmirik ki, nəyi, kimi, nə ola bilərik. Belə şeylər bizə qəribə gəlir. Bunlar hansısa bizi xaricdən müşahidə eləmir, baxsın, görsün. Bunun içindədir insan, belə yaranıb ki, onun içində əks olunur bu.